Leyla xanım, Azərbaycan Mədəniyyət Elçilərinin birinci forumunda sizi xoş gördük. Çox sağ olun. Təəssüratınızı bizimlə bölüşün Leyla xanım. Fikriniz nədir dünya Azərbaycanlılarının bir araya toplaşması, xüsusilə incəsənət xadimlərinin, mədəniyyət xadimlərinin bir araya gəlməsi Azərbaycanın yumşaq gücünün daha da artmasına necə təsir edə bilər? Hansı platformalarda birləşə bilərsiniz? Birləşə bilərsiniz o mənada deyirəm ki, yəni mədəniyyət sahəsinin insanları hansı platformalarda birləşə bilər? Təklifləriniz, fikirləriniz nədir? Ümumiyyətlə sizin indiki duyğularınızı da bilmək istəyərəm ki, hansı hissləri keçirirsiniz? Mən daha doğrusu çox heyecanlıyam və çox özümü xoşbəxt hiss edirəm. Çünki belə bir tədbirdə iştirak edirəm. Birinci tədbir Romada keçirilir. O vaxt Hazırlıq üçün. Foruma hazırlıq, bəli. Romada təşəbbüs qrupu yarandı. Elə mən də üzvüyəm. Yəni bu tədbirdən qabaq bizim neçə dənə görüşümüz olub təşəbbüs qrupunun üzvləri və orada biz əlbəttə ki, öz fikirlərimizi, öz yəni ideyalarımızı, konseptlərimizi demişdik və bundan sonra mənə elə gəlir ki, bu tədbirdən sonra daha da həmişə biz onu eləyirdik, mədəniyyət köprüləri uzadırdıq, amma bundan sonra yəqin ki, daha real imkanlar var. Bəli, bəli. Və mən bugünkü tədbir üçün mən özüm şairəm, dramaturqam, həmişə elə bu haqda fikirləşirəm. Məsəl üçün bu tədbirdən sonra Praqaya qaydanda bizim Zəfər gününə həsr olunmuş tədbirimiz olacaq və orada çexlarla birlikdə, çex aktyorlarla, çex rejissorla birlikdə biz tamaşa hazırlayırıq. Xuşubanu Nadavana həsr olunmuş tamaşadır. Ona görə mən elə istəyərdim bugün öz şeirimi oxuyum. Foruma gəlməmişdən qabaq, elə 2 gün qabaq mən indi çalışıram Azərbaycan dilində yazım şeirlərimi. Yəni mən rus dilində yazıram, tərcümə olunur. Amma bu şeiri mən fikirlərimi əvvəlcədən yazdım rus dilində, sonra özüm tərcümə elədim Azərbaycan dilinə və balaca redaksiyayla. Sözüm körpü salır daşa, səhraya, mənəm bir sevgi elçisiyəm dünyaya. Əlimdə fircə, qələm, bir ud səsi, yaralı qəlblərə dua aparan səssiz. Mən gördüm bir rəng barış gətirər, bir nəğmə vüsat ayrılığa salar. Zülmətin içində çıraq tək yandım, sözlə, sükutlə sabaha döndüm. Mədəniyyət elçisiyəm, sərhədsiz. Heç kimə düşmən yox, hər şeyə qayar. Mən susanda da danışır sənət. Hər misram bir körpüdür dünyaya. Hər bir mədəniyyət elçisinə həsr olunur. Təşəkkür edirik Leyla xanım. Uğurlar arzulayırıq. Çox sağ olun.